müəllim təqdimata ehtiyacı yoxdur. Çox fədakar insandır. Çox zəhmətkeşdir. Heç kəs düşünməsin ki, uğur göydən düşür. Şansdır. Xeyr. Şans deyil, zəhmətdir. Və Rövşən müəllim dəhşətli dərəcədə zəhmətkeş insandır. İstedad bəlkə də hamıya bərabər verilir, amma zəhmət çəkmək cəsarəti təəssüflər olsun ki, hamıda yoxdur. O cəsarətsizlik məndə də var, təəssüf ki. Amma Rövşən müəllim o cəsarətin zirvəsindədir. Ona görə mən ona eşq olsun deyirəm. Allah Rövşən müəllimi qorusun, Tanrı Azərbaycanı qorusun, Allah sizi qorusun. Bir dənə də şeir oxuyayım. Söz məclisində sevənlər tuttu dünyanı, tuttu, unuttu dünyanı. Mən də sevdim bu dünyanın ən gözəl sözünü aldım. Aldım sözün ağrısını, yavanını, yağlısını, neçə sözün əyrisini düzəldib düzünü aldım. Məni də yola saldı söz. Mən getdim, sizə qaldı söz. Yenə təp-təzə qaldı söz. Mən sözün tozunu aldım. Sağ olun. Ramiz Rövşən eşq olsun. Çox sağ olun, minnətdaram. Çox xahiş edirəm. Bir dənə də Rövşən müəllim, bir hədiyəmiz var. Sizin bu bir neçə gün bundan öncə ad gününüzdür. Bizim elə dəyərli oxucumuzun isə bir ad günü hədiyəsi var. Ondan sonra da çox xahiş edirəm. Bütün kitablar, kitabların qaldırsın, o ənənəvi şəklimizi yenə çəkdirək. Tamam, hediye başlanan salam. Bizlərin oxucunuz kimi mənim də kitablarınız yoluma işıq tutdu. Və bu kitab təsadüfən mənə gəlib çıxmışdı. Bu şəhərdə kimsə yoxdur. Mənim ən çox sevdiyim sözdən biriyim. Özüm elə rastlaşmadım. Getmir. Sizin kitab mənim üçün mənimdir. Və ənənəvi bir sual var. Deyirlər ki, insan doğulmamışdır, qabaq insan öz ruhu doğulacağı məkanı seçir. Mən çox şadam ki, sizin ruhunuz bizim məkanı seçirdi və bir sual var, deyilər ki, hansı peşəni yenidən gəlsən dünyaya seçərdi. Mən bunu sual kimi yox, sadəcə xahiş kimi sizə deyirəm ki, yenidən dünyaya gəlsəniz, yenə də yazıcı olmağı seçin. Seçin ki, bizim kimi həmin nəsil sizdən faydalanabilsin. Var olun, təşəkkür edirəm, sağ olun ki, varsınız. Burada isə sizin kitablarınızı balaca formalar və içərisində özümün üstünü çizdiyim cümlələri yazmışam. Mən görürəm, səsə biraz laformazım dökülmək çıxsa. Gəlin, mən bu hədiyəni sizə göstəreyim. Əzizimiz Rövşən qardaşımızın bütün əsərlərindən ibarət minyatür kitablar toplusu. Baxın, da gözəldir. Mən deyərdim ki, Allah Zərifət Ahmədə rəhmət eləsin, Minyatür Kitablar Muzeyinin direktörü. Yanınıza gəlirdi, belə bir kitabxana yaratmışdı. Bunun birini də hal-hazır o qızı orada çalışır. Bu kitabın birini də ona hədiyyə verir. Xahiş edirsə, qoyun o muzeydə də bizim daşımız Rövşənin adı həmişə yaşasın. Var olasınız. Mən çox xahiş edirəm, biz artıq sonra çatdırıq, amma mən xanıma söz verdim.